Azərbaycan dövlət himninin sözlərinin müəllifi kimdir soruşduqda əksər insanların dərhal verəcəyi cavab Əhməd Cavad olur. Bu illərdir qəbul olunmuş və rəsmi şəkildə təsdiqlənmiş bir fikirdir. Lakin filologiya elmləri doktoru Profesor Asif Rüstəmlinin Cəmu bəy Cəbrailbəyli Həyatı və Bədii Yaradıcılığı adlı kitabında bu məsələyə fərqli bir baxış sərgilənir. O kitabında təqdim etdiyi faktlarla himnin müəllifliyi ilə bağlı bəzi ziddiyyətli məqamlara işıq tutur. Bəs əslində himnin sözlərinin müəllifi kimdir? Əgər müəllif Əhməd Cavad deyilsə, bu ad niyə və necə himnin müəllifi kimi qəbul olunub? Dəlillər nədən xəbər verir? Tarixi həqiqət necə sübuta yetirilə bilər? Əməkdaşımız Gülnara Babayevanın araşdırmasını izləyək, görək necə olur. Bu şeirin müəllifi Əhməd Cavad deyil. Cəmu Cəbrailbəylidir himnin müəllifi. Azərbaycan dövlət himninin sözlərini kim yazır? Əhməd Cavad. Eşitmişim Əhməd Cavad yazır. Sözləri Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəyli'nin. Əhməd Cavad. Əhməd Cavad və Üzeyir Hacıbəyli bəstəkar oldu. Əhməd Cavad. Bunu bilməyən adam yoxdur ki, Azərbaycanda. Filologiya elmləri doktoru Profesor Asif Rüstəmlinin Cəmu bəy Cəbrailbəyli Həyatı və Bədii Yaradıcılığı adlı kitabı ötən il işıq üzü görüb. Müəllif bu kitabında Azərbaycanın dövlət himninin müəllifi ilə bağlı bir sıra maraqlı faktları üzə çıxarıb. Bu şeir 18-ci ildə yazılıb. Əlyazmasını bugün biz əlimizdədir. O əlyazma bizə əsas verir. Deyək ki, bu mətnin müəllifi Cəmu bəy Cəbrailbəylidir. Professorun sözlərinə görə bugünkü dövlət himnimizin mətni vaxtilə Milli Nəğmələr adlı kitabda Vətən marşı adı ilə dərc olunub və şeirin sonunda müəllif kimi Cəmu bəyin adı göstərilib. Bundan başqa bir sıra digər faktlar da himnin mətninin məhz Cəmu bəy Cəbrailbəyliyə məxsus olduğunu sübut edir. Birincisi odur ki, bu şeir Cəmu bəy adı ilə çıxıb, Əhməd Cavad adı ilə çıxmayıb. İkincisi, Əhməd Cavad heç bir şeirində gizli imzalardan istifadə etməyib. O bütün şeirlərini açıq öz imzası ilə Cavad, Əhməd Cavad Axundoğlu və s. imzalarla çap elətdirib. Üçüncüsü isə bu şeir Milli Nəğmələr kitabında çap olunandan sonra, bir neçə ay sonra Əhməd Cavadın 19-cu ildə Dalğa kitabı çap olunub və Dalğa kitabında bu şeir yoxdur. Əgər Əhməd Cavadın olsaydı, o öz şeirini öz kitabına daxil edərdi. Mən Əhməd Cavadın yaradıcılığına yaxşı tanışam. Onun haqqında olan bütün mətbu yazıları, elm məqalələri hamısını oxumuşam və heç vaxt Əhməd Cavadda belə bir şeirə rast gəlməmişəm. Amma Cəmu Cəbrailbəylinin arxivində bu şeir olub. Ziyalılar deyir ki, Əhməd Cavadın şeirləri uzun illər ərzində bir çox nüfuzlu jurnallarda çap olunub və həmin nəşrlərdə bütün şeirlərinin müəllifi kimi onun adı qeyd olunub. Lakin sözgedən şeir müxtəlif jurnallarda dərc edilsə də heç birində müəllif olaraq Əhməd Cavadın adı göstərilməyib. Bu şeir dövlət himni Türkiyədə çap olunmuşdu. İstiqlal uğrunda məcmuəsində çap olunmuşdu və o məcmuədə Əhməd Cavadın 8 şeiri getmişdi. Ancaq bu şeir də getmişdi həmən İstiqlal məcmuəsində, bu şeir müəllifsiz getmişdi. Çünki bizim əlimizdə elə bir sənəd olmadığı üçün və yaxud da mühacirlərin əlində bu şeirin müəllifinin kimliyi barədə hər hansı bir məlumat olmadığı üçün şeirin müəllifi getməmişdi. Ümumiyyətlə 1992-ci ilin mayın 27-sinə qədər nə Azərbaycanda, nə Türkiyədə, nə başqa bir ölkədə elə bir mənbə tapmaq mümkün deyil ki, orada bu şeir Əhməd Cavadın adına geçsin. Əksinə, deməli, bu şeirin 1990-cı ildə Odlar Yurdu qəzetində ilk dəfə Mövsüm Əliyev öz məqaləsində qeyd edib, göstərib ki, bu şeir Cəmu bəy Cəbrailbəylinindir. Bildirilir ki, Cəmu bəy Cəbrailbəylinin yazdığı Vətənim adlı şeirin ərəb qrafikalı əlyazması onun bacısı nəvəsi Gülsüm Əfəndizadə tərəfindən 1967-ci ildə Cəmu bəyin həyat yoldaşı Şəfiqə Cəbrailbəyliyə yadigar olaraq göndərilib. Qeyd olunan şeirin mətni Azərbaycan dövlət himninin sözləri ilə üst-üstə düşür. Evində var o əlyazma 67 ya 68-ci ilə məxsus olan bir əlyazmadır. Öz əli ilə yazıb və yazıb ki, mən bunu dayımdan
eşitdiyim şəkildə yazıram. O əlyazma da belə deyim ki, Cəmubay Cəbrayılbəylinin yaxın qohumlarının birinin evindən çıxmışdır. Və o aşağıdan yazıb ki, Gülsüm xanım, bu şeir 1918-ci ildə mənim mərhum dayım, əzizim, Cəmubay Cəbrayılbəy Zadə, özdə o Zadə yazıb, Zadə tərəfindən deməli yazılıb və belə deyək, və onundur, orada da tarixini də yazıb. Filologiya üzrə fəlsəfə doktoru Safra Quliyeva bildirir ki, o Cəmo Cəbrayılbəylinin qızı ilə həmsöhbət olub. Onlarla o söhbətlərim olub və məndə əminlik yaranmışdı ki, Cəmo Cəbrayılbəylidir himnin müəllifi. Çünki Xalidə xanım bu barədə yaxşı xatirələri vardı. O danışırdı ki, atamındır, gəlib oturub musiqini yazıblar. Məsələ ilə bağlı Əhməd Cavadın ailə üzvü ilə əlaqə saxladıq. Nəvəsi bu iddiaları əsassız hesab edərək müsahibə verməkdən imtina etdi. Maraqlıdır, bəs himnin mətninin müəllifinin Əhməd Cavad olduğu fikri necə formalaşıb? Əhməd Cavadın adının 60-cı illərdə xüsusilə ortaya gəlməsində mərhum xalq şairi Vaqif Səmədoğlunun rolu ki, səhv eləyib, o müəllif təxmin eləyib Əhməd Cavadın adını və onun deməli, necə deyərlər, yüngül əli ilə bu ad səslənib. Bir nəfər çox hörmətli bir ziyalımız deyib ki, deməli 68-ci ildə Maestro Niyazi Türkiyəyə gedəndə o Azərbaycan jurnalını gətirib. Azərbaycan jurnalında həm deməli indiki himnimizin mətni, həm də notu çap olunub. Və həmin jurnalın bir başqa sayında da deməli o dövrdə vəkil oğlu bizim Cümhuriyyət dövrünün deməli parlament üzvü olub. Vəkiloğlunun çıxışı var. O Vəkiloğlu deyib ki, bu şeirin müəllifi Əhməd Cavaddır. Professor səslənən fikirlərlə bağlı ciddi araşdırmalar aparıb. 52-ci ildən 2010-cu ilə qədər Ankarada çıxan Azərbaycan jurnalının çap olunan bütün mətnlərin dizisi, yəni mündəricatı çap olunub. Onların içində yoxdur. Himnlə bağlı 5 məqaləni Ankaradakı dostlarımızdan xahiş elədim. Surətlərini mənə göndərdilər və bu məsələ təbii ki, yanlış mənbə göstərilirdi. Professor araşdırmaları zamanı türk marşları və mücahid jurnallarını incələyib. Nəticədə məlum olub ki, həmin nəşrlərin heç birində şeirin müəllifi kimi Əhməd Cavadın adı qeyd olunmayıb. Qeyd edək ki, 1992-ci il mayın 27-sində Parlament Azərbaycan Respublikasının dövlət himni haqqında qanun qəbul edib. Qanuna əsasən Azərbaycan marşı Azərbaycan Respublikasının dövlət himni kimi təsdiq edilib. Çox tələsik şəraitdə, çox məsuliyyətsiz bir şəraitdə keçən o iclasda ki, deputatlar orada fəal olmayıblar, iclasa gəlməyiblər. Milli Şuranın sədri, mavini, fəalları, xüsusilə Demblokdan olan deputatlar o iclasa səs vermədə iştirak eləməyiblər. Çox çətinliklə kvorum yığılıb və belə tələsik bir şəraitdə onlar bu himni qəbul eləyiblər. Və bu iclasda Cəmo bəyin müəllif adı kimi, mətnin müəllifi kimi adı çəkilsə də, qərarda yenə də Əhməd Cavadın adı qeyd olunur. Bəs bu ziddiyyət necə həllini tapa bilər? Bütün xalqın beynində bu Əhməd Cavad bizim beynimizdə belə formalaşıb. Bəzən bu beyni dəyişmək mümkün deyil. Belə formalaşıb Əhməd Cavadın. Əhməd Cavadın heç ona ehtiyacı da yoxdur. Əhməd Cavad böyük bir şair, yəni himn onun oldu, olmadı. Onun ehtiyacı da yox. Amma xalq bunu belə qəbul eləyib. Və bundan başqa o himnə görə Əhməd Cavadı cəzalandırıblar, sonra güllələyiblər, nəvim ailəsini sürgün eləyiblər. Milli Məclisdə bu müzakirə çıxarılsın, belə bir məsələ mümkün deyil və mən buna ehtiyac da görmürəm. Onun üçün də birinci növbədə bu ictimai rəydə öz təsdiqini tapmalıdır. Müəllif bunu elmi, akademik dairələrdə sübut etməlidir.
müxtəlif siyasi dairələrdə müzakirəsi keçirilməlidir və bundan sonra artıq parlamentin müvafiq komitəsində də müzakirəsi keçirilə bilər. Təbii ki, artıq bu bir yanlışlıq kimi nəzərdən keçirilə bilər gələcəkdə, amma müəllif hüquqlarının pozulması kimi yox. Deputat Fazil Mustafa bildirir ki, təqdim olunan faktlar təsdiqini taparsa, parlament məsələyə baxıb qanuna müvafiq dəyişikliklər edə bilər. Ümumiyyətlə, müəlliflik hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddalar var. Əgər hər hansı bir maraqlı tərəflər müraciət eləyərsə və sübut olunarsa ki, həqiqətən də Camobay Cəbrayılbəyliyə məxsusdur mətni, onda bu məsələ əlbəttə onun haqqının tanınması istiqamətində məhkəmə qaydasında proses başlaya bilər. Məhkəmə qərarı olduqdan sonra məhkəmə qərarında qeyd oluna bilər ki, bunun müəllifi olduğu himnin adında başqa bir şəxsin adı göstərilibdir və bu dəyişilməsi zəruridir. Bu məhkəmə qərarından sonra bu baxıla bilər. Müəllifliklə bağlı səslənən iddialar hələ ki rəsmi təsdiqini tapmayıb. Məsələnin gələcəkdə daha geniş müzakirə olunub-olunmayacağı isə həm elmi araşdırmaların nəticələrindən, həm də ictimai maraqdan asılı olacaq.